Azərbaycan təbiətinin qorunması bizim üçün vacib amillərdən biridir. Bilirsiniz ki, müxtəlif rubrikalarımız var ki, təbiəti sevmək, təbiəti qorumaq, təbiətimizin bizə verdiklərini söyləməkdir və odur ki, xüsusi bir layihə haqqında danışacaq ki, məhz bu layihədə ağacların qorunması istiqamətində mühüm addımlar atılır. Bunun üçün nə etməlisiniz? Ağac.az saytından siz məlumatlar əldə edə bilərsiniz və bir çox yaşıllıq ərazilərdə ağacların üzərində xüsusi QR kodlar görəcəksiniz və bu QR kodları oxutmaq imkanınız ağac.az saytındandır və İctimai Birliyi ilə Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən bu layihələr çox gözəl təşəbbüsdür. Ağacların qorunması istiqamətində və bir məsələni də vurğulamaq istərdim sizə. Sonra sujeti təqdim edəcəyik ki, ağaclara yapışdırılan QR kodlar xüsusi vasitələrlə ağaca ziyan vermədən yapışdırılır. Daha ətraflıca təbii ki, təqdim edəcəyimiz sujetdə. Buyurun. Şəhərin hər küncündə yanından keçdiyimiz, bəzən heç fərqində olmadığımız bu ağacların artıq öz şəxsiyyət vəsiqəsi var. Sadəcə telefonun kamerasını yaxınlaşdırmaq kifayətdir ki, həmin ağacın bütün bioqrafiyası qarşınızda açılsın. Beləcə şəhərdəki hər bir yaşıllığın dəyəri daha aydın görünür. Bu şəxsiyyət vəsiqəsi adlandırdığımız QR kodlarda ağacın kimliyi, yəni növü, yaşı, əkilmə tarixi, harda yerləşməsi barədə məlumat gizlənib. Sözü gedən bu layihənin məqsədi ətraf mühitin mühafizəsi, yaşıllıqların xüsusilə qorunub saxlanması və mövcud olan o yaşıllıq ağacların uçotunun aparılması və yaşıllıqla bağlı, həmin yəni ağacın gələcək taleyi ilə bağlı interaktiv xəritə sistemində onun qeydiyyatı, ictimaiyyətin bu sahədə məlumatlığının əlçatan olması və ümumilikdə ağacların siyahısının uçotudur. Səbail rayonun bir hissəsində artıq etiketlənmə prosesi başa çatıb. Bundan başqa Gəncədə quru ağacların götürülməsinə zərurət yaranmışdı. Həmin ağacların da etiketlənməsini, nömrələnməsini təmin etdik. Bu yanaşma xüsusilə gənclərin marağına səbəb olur. Həm əyləncəli, həm də maarifləndirici. Şəhərin yaşıllıqları dərsliklərin səhifələrindən öyrənilirdisə, artıq canlı təcrübə ilə də bu mümkündür. Mənə də maraqlı gəlirdi ki, hər hansısa bir yanınızdan keçdiyimiz ağacın yaşı nədir, yəni adı nədir. Mən də o ağacı merak elədim və üstündəki QR koddan oxuda bildim. Hələ məktəbli olduğum üçün dərslərimlə əlaqədar idi və çox maraqlı idi. Buradan keçirdim və QR kodu gördüm ağaclar üstündə. Maraqlı gəldi ki, nə ilə bağlıdır. Onun üçün açdım və gördüm ki, ağaclar barədə bəzi məlumatlar var. Şəhərdə olan ağacların yerləri, yaşları, hündürlüyü barədə məlumatlar verib. Yaxşı təşəbbüsdür, yəni ki, şəhərimizdə ağacların olmağı, yaşıllığın olması məncə çox gözəl bir şeydir. Belə təşəbbüslərin sayı daha çox olmalıdır ki, şəhərimiz yaşıllaşsın. Ağaçların üzərində bu QR kodları gördüm. Doğrudan da çox gözəl bir təşəbbüsdür. Bir müəllimə kimi, bir ziyalı kimi alqışlayıram bunu. Bu təkcə Bakı şəhərində yox, Azərbaycanımızın bütün bölgələrində olsa daha yaxşı olar. Orta məktəb uşaqları, şagirdlərimiz, böyükdən, kiçikdən tutmuş hamı bu ağaclar haqqında məlumatlı olarlar, maariflənərlər. QR kod sistemi həm də vətəndaşla qurum arasında körpüdür. Sakinlər sadəcə bir kliklə zədələnmiş və ya qurumuş ağac barədə məlumat ötürə bilirlər. Bu isə ictimai nəzarəti gücləndirir. Şəhər ekosisteminin qorunmasını ictimai sistemsiz təsəvvür eləmək mümkün deyil. Əksinə, nə qədər çox ictimaiyyət ekosistemin qorunmasında iştirak edirsə, problemlər o qədər azalır, şəhərin yaşıl florası daha da etibarlı əllərdə olur. Nə qədər ictimaiyyət, nə qədər vətəndaş bu yaşıllığı qoruyursa, yəni vətəninə olan rəğbəti nə qədər çox olsa, o qədər bizim yaşıllığımız və eyni zamanda da gözəl sağlamlığımız olacaq.
Texnologiya ilə təbiətin qovuşduğu bu sistem bizə bir həqiqəti xatırladır. Şəhərin nəfəsi olan yaşıllıqlara sahib çıxmaq hər birimizin üzərinə düşən məsuliyyətdir.